Mən məsələn çox əziyyət çəkmiş valideyn olmamışam. Amma xırdaca bir detalı deyim ki, uşaqlar böyüyüb evdən çıxandan sonra baxdım ki, mən özümə hər ay ayaqqabı almaq imkanındayım. Sən demə, mənim pulum çatarmış ayaqqabı almağa ki, uşaqlar var idi. Mən onların ayaqqabılarını düşünürdüm həmişə. Mən hər ay 1-2 köynək ala bilərdim bir özümə. Mən bunu eləyə bilmirəm, çünki onlar var idilər. Uşaqlar çox zaman bunu görmürlər. Bu fədakarlığı görmürlər ki, insanlar səni həyatlarına buraxıblar, səninlə hər şeylərini bölüşdürürlər, zamanlarını və sənin ölü qəlbin buna adekvat reaksiya vermir. Minnətdarlıq duyğusu yaranmır sənin ölü qəlbində. Və bu yaranmadığı üçün sənin Allaha da minnətdarlığın yaranmır. Ona görə sən həyata istifadəçi gözü ilə bir user kimi yanaşırsan. Ancaq komfortunu hesablamağa başlayırsan. Üstəlik hələ bir istehsalçıya hesab da verirsən ki, təmin eləyə bilməyəcəydiniz, niyə yaradırdınız? Bu tamam başqa bir ağıldır. Yaramaz bir ağıldır. O ağlı indi kultivasiya edirlər. Təbii insan ağlı isə yaxşılığa sevgi, məhəbbət və minnətdarlıqla cavab verir.